Salam müəllimlər, salam hörmətli izləyicilər. Belə bir maraqlı trapez məsələsi var idi. Verilib ki, AB tərəfi C tərəfinə bərabərdir. Yəni bərabər trapezidir. Üst tutacaq 9, aşağı tutacaq 15 və bizdən AC diaqonalını istəyir. Və verilib ki, AC diaqonalı burada perpendikular görürsüz 90 dərəcə bucağa gətirib CD ilə. Biz nəyə bərabərlər? Baxın, bərabərli olsun 2 dənə hündürlük çəkə bilərik yuxarıdan aşağı. Bir buradan hündürlük, bir də buradan hündürlük çəkə bilərik. Bərabərli olduğu üçün bu 9'dur. Burada bir 9 alınacaq. 15'dən 9 çıxanda 6, yarı bölündə 3 bura düşəcək. 3 də bura düşəcək. Demək burada 15 var, burada artıq 12 qaldı. Düzdür? 9, 3, 3. Bəli. İndi isə baxın mənlər. Belə bir qayda var idi ki, daş olsun H. Düz bal təpəsində çəkən hündürlüyün kvadratı ardığı hissənin hasına bərabərdir. Bu CH-dir. CH-in kvadratı bərabərdir. Ardığı hissə də bura 3-dir. Bura 9'un 3'ün cəmi. 12. 3 vurulsun 12'ye bərabərdir. Yəni 36'ya bərabərdir. Demək CH bərabər 6 imiş. CH hündürlüyü tapdıq 6'dır. Buradan burada olan hissədə də 3, 9, 12 düzdür. Deməli AC-nin kvadratı nəyə bərabərdir? AC kvadrat bərabərdir. 12'nin kvadratını 6'ın kvadratını toplayarım. Deməli AC kvadrat bərabərdir 144 üzərinə 36. AC kvadrat bərabər 180. AC bərabər kök altda 180. Bu da bərabərdir 6 kök altda 5. Cavab 6 kök altda 5.